Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il münasibətilə dünyanın müxtəlif köşələrində yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik edirik. Bu əlamətdar gün birliyimizin, həmrəyliyimizin və milli kimliyimizin bir rəmzidir. Harada olmasından asılı olmayaraq, Azərbaycanın adı ucaldan, milli dəyərlərimizi və mədəniyyətimizi layiqincə təmsil edən bütün soydaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Yeni il hər birinizə uğur, bol şans, firavanlıq və sülh gətirməyini arzu edirik. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Mən Elmar Bayramov, kino rejissor, 10 ildən çoxdur ki, Amerika Birləşmiş Ştatlarında ailəmlə birlikdə yaşayıram. Oldstone Film Təşkilatı adı altında fəaliyyət göstəririk. 2025-ci il bizim üçün kifayət qədər produktiv bir il olub. May ayında biz Turan Beynəlxalq Film Festivalına qatıldıq və xüsusi jüri mükafatı qazandıq. Bundan başqa 2025-ci ildə biz Kölgəsiz Adamlar animasiya filmi ilə başladıq. İstehsal prosesinə hər iki film Qarabağ mövzusundan bəhs edir. Baxmayaraq ki, böyük səfərimizdən 5 il keçir, amma biz Oldstone film olaraq Qarabağ mövzusuna tez-tez müraciət edirik. Hər iki layihənin həm çəkilişlərində, həm production fəaliyyətindən sonra, yəni post-production zamanı, səfərlər zamanı, tədbirlər zamanı, eventlərin təşkil olunmasında Diaspora Komitəsi bizə çox kömək olub. Yəni, kömək lazım olan an biz müraciət etmişik və anında kömək olub. Buna görə xüsusi təşəkkürümü bildirirəm. 2026-cı il ümid edirəm ki, hər birimiz üçün gözəl bir il olacaq. Hər birimizə 2026-cı ildə uğurlu fəaliyyət, ailə saadəti və xoşbəxtçiliyi arzu edirəm. Qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik bayramı münasibətilə hər birinizi təbrik edirəm. Uğur olsun hər birinizə. Çox sağ olun, vaxt ayırdığınız üçün. Mən Rıza Abbasov, judo üzrə Avropa çempionuyam. Öz adımdan və komandamın adından bütün Azərbaycanlıların Həmrəylik gününü və Zəfər bayramının 5 illiyini təbrik edirəm.